Qarabağdan gələn namələr. Bir namə yazmışam can üzə-üzə. Bad-i səba, apar sən o gül üzə. Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləyilən sizin divanədəndir. Qarabağ namələr. Üç əsrdir ki, pəri qoşması dillərdə dastanda. Molla Pənah Vaqif bu gözəlləməni deyirlər Aşıq Pəriyə ithaf eləyib. Aşıq Pəri isə özünü bütünlüklə Qarabağa əsr eləyib. Ədəbiyyat tarixində Qarabağ pərisi, Aşıq Pəri kimi qalmaq onun nəsibi imiş. Molla Pənah Vaqif əsrdaşı Aşıq Pəriyə belə məth eləyib. Boyun sürahidir, bədənin billur, gərdənin çəkilmiş minadan pəri, sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşıl baş, sonadan pəri. İxtilatın şirin, sözün məzəli, şəkər gülüşündən canlar təzəli, ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan, anadan pəri. Üz yanında tökülübdü tel nazik, sinə meydan, zülf pərişan, bel nazik, ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin əlvan hənadan pəri. Ovçusu olmuşam sən tək maralın, xəyalımdan çıxmaz hər giz xəyalın, ənliyi, kirşanı, neylər camalın, sən elə gözəlsən binadan pəri. Günəşdəki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən, duaçınam, salma məni nəzərdən, əksi olmayasan, sən adam pəri. Qarabağın Azərbaycan poeziyasına bəxş elədiyi istedadlı el şairlərindən biridir Aşıq Pəri. 1811-ci ildə Cəbrayıl bölgəsinin Maralyan kəndində anadan olub. Bu tarix bəzi mənbələrdə 1810 yaxud 1812-ci illər arasında tərəddüd edir. Faktlar isə Aşıq Pərinin öz dili ilə təsdiq olunur. Səhər-səhər doğan dan ulduzuyam, aşıqların söhbətiyəm, sazıyam. Adım Pəri, Hacı Səyyad qızıyam. Xəbər alsam, o maralyan maralı. Aşıq Pərinin yaradıcılığını həm Azərbaycan, həm də Avropa şərqşünasları araşdırıblar. Məcmuə-i Əşşar-ı Şüara-i Azərbaycan. Bu görkəmli Alman şərqşünası Adolf Berjenin əsəridir. 1867-ci ildə Leipzigdə nəşr olunub. Kitabda Aşıq Pəri haqqında belə bir məlumat var. 1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qız Aşıq Pəri idi. Onun dəyişmələri, hazır cavablıqla dediyi şeirlər diqqəti cəlb edirdi. İlk ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli şairi haqqında yazırdı.
Aşıq Pəri öz müasirlərinin beynində ən istəkli, əzizə və möhtərəmə bir zənən imiş. Onun vətəni əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dizaq mahalında Maralyan qəryəsidir. Zamanı təvəllüdü və tarixi vəfatı məlum deyil. Mirzə Həsənin Kərbəlayı Abdullah Canızadənin, Mirzə Can bəyin Məhəmməd bəy Aşiq təxəllüsün, Cəfərqulu xan Nəva təxəllüsün müasiri imiş. İbtidai təlimini öz qəryəsində alıbdı. Əyyam-ı tüfuliyatdan, uşaq vaxtından şeir və qəzəl söyləməyə meyli olduğundan hənüz elm kəsb etməmiş, sinədən şeirlər deyərmiş. Aşıq Pərinin Mirzə Can bəy Mədətov, Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd bəy Aşiq, Abdullah Canızadə və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur. Belə məşhur deyişmələrdən biri də oynaşır rədifli qoşmadır və Mirzə Həsənlə Aşıq Pərinin qələminə məxsusdur. Katiblərin şahı dəftər içində, qələm ilə nazik əllər oynaşır. Fitnəli fellisən nazik əmsəli, dəhanında şirin dillər oynaşır. Eşkinin əlindən gedirəm bada, dərdim olur gündən günə ziyada. Şivə-i rəftarın düşəndə yada, bağrımın başında millər oynaşır. Dad eylərəm haray nəşəlindən, yandı cigər eşq atəş əlindən. Mən nə deyim, gözüm yaş əlindən, üzüşür sonalar, göllər oynaşır. Etdikcə vəsfini Mirzə Mükərrər, təzələnib ruhum olur müəttər. Gülüstanda zülfün kimi mənbər, nə süsənlər, nə sümbüllər oynaşır. Pəri 25 yaşında Məhəmməd adlı bir molla ilə ailə qurur. Onun şeir sənət aləminə meyilliyi Molla Məhəmməd tərəfindən müsbət qarşılanmır. Bu narazılıq Aşıq Pərinin bütün həyatına yansıyır və o, özünün göz görəsi nakam bir ömür sürməyindən gileyli misralar yazır. Deyilənlərə görə Aşıq Pəri 1847-ci ildə dünyasını dəyişir. Qardaşları Kərbəlayı Fərzalı və Mahmud bacılarını Şuşadan apararaq doğulduğu Maralyan kəndində torpağa tapşırırlar. Cəmi 35-36 il ömür sürmüş Aşıq Pəri, canı dost yolunda eylədim fəda, dad eylərəm harayın naşı əlindən, gileyi ilə bu dünyanı tərk eləyir. Senari müəllifi Sevda Ayazqızı, rejissor Əli Hüseynov. Aparıcılar isə Məmməd Bağır İvazov, Aynurə Kələntərova.